Herkese salam. Sizi yeni bir günden ve yeni bir vlogdan size salam veriyor. Bugün Temu unpacking olacak. Artık biz Temu açmışıq. Çünkü uzun həftədə gəlir. Bu back to school olacak. Çünkü bu hamısı Nurayın zakazlarıydı. Deməli, belə bir sumka Nuray istəmişdi. Belə mişqalı. Burada da balaca içərisində karandaşlar falan gibi. Amma sumka ucu altı baxın buradan cırılıb. Çünki yəqin içərisinə ağrıveş qoyub. Nəysə bu hissəsini yəqin ki yandırıb aşağı belə tikmək lazım. Onda bir qulpu, yəni qısalacaq. Və bunun da belə çiynə taxan qulpu da var. Budur. Nuray ucu balacalaşdırıb. Baxın belə. Belə amma belə pis deyil. Amma sadəcə material olaraq məncə adnarazva kimidir. Yəni qulpların adnarazva kimidir. Nəysə baxın belə. Sonra isə bizdə nə var? Bu belə. Sonra isə məktəb üçün belə bir sumka. Nuray özü seçib. Baxın, belə bir sumkalıdır. Və burada da özü üçün belə brolog zakaz edilmişdi. Bunun hərfi. Burada da belə bir cebi var. Buradan skırtını. Sonra üstdən bir dənə cebi var. Baxın belədir. Bir də ki, içərisi isə baxın belədir. Belə. Və bir də nəsə bir ciblər. Bu sumkası da belədir. Qiymətləri də yəni yazacağım sizə ki, neçədir qiymətləri. Bu da belə. Bununla özün açırsan. Nurayın ən favorisi kromidir. Belə qələm qabdır. Açırıq. Bu da qələm qablıdır. Bu belə qalxa da bilir. Bu belə qalx. Sonra? Sonra belə qələm yolğun içərisindən çıxır. Bunu taxabilirsin. Belə. Baxın belədir. Bura karandaşı qoyursunuz və belə elədikcə, yəni yontub bura tökülür. Bunda zibil qapısıdır. Bunda zibili atırsınız. Bu da belə. Bu da isə adi karandaşlardır. Belə. Kromlidir. Sadəcə risumkası kromlidir. Baxın. Belə karandaşların kromli risumkalı. Yaxşı deyəsən fokuslanır. Belə. Bu da 12 dənəlidir. Belə adi, sadə karandaşdır. Sonra nə var? Sonra 2 dənə belə eyni nakleykalarım. Kromilidir. Belə bir dənə şeydir. Necə deyilir? Bu da nəsə zapiska falan yazmaq üçün belə deyəsən şeylidir. Nəsə qeyd tərəf olmaq üçün. Yapışqanlıdır. Sonra belə də kromili plastilindir. Plastilin deyil. Pozandır. Belə də bir dənə pozan. Yenə də kromli. Hamısı kromli. Nə varsa hər şey kromlidir. Bir də ki, bunun içərisində, dəstin içərisində belə bir karobkası gəlir. Belə qutludur. Yəni bunları kiməsə hədiyyə də verə bilərsiniz. İstərsiniz hər şeyi yığıb, yəni hədiyyəlik də verə bilərsiniz. Bu isə burada əlavə nə gəlir? Bunu isə mən saxta görmüşəm. Sizlə bərabər açaq. Bu mən belə təsbih sakaz eləmişəm. Zikr eləmək üçün. Amma bu təsbih çox ağırdır. Mən əslində fikirləşdim ki, belə qola falan belə eləmək üçün biraz rezinli olar. Onlardan istəyirdim, amma bu isə çox ağırdır. Baxın, belə də risumkası falan var. Burada. Deməli, növbəti isə beləli saç rezinləri zakaz eləmişəm. Bu rezinlər də beləlidir. Deməli, 3-4 cürə rəngidir. Getdikcə
açıq rəngdən tünd rəngə doğru gedir. Sonunu korичневый rəng belə ən tündü. Bu neçədən? 50 dənəli idi elə. Hə, 50 dənəli idi. Üstünə uşaqlar götürüblər. Mənim içimə kimi. Bu da ki, bunu da qolbaq kimi özümə zakaz eləmişəm. Bu qız bürcünü seçmişdim mən orada. Belə bir şeydir. Belə bir şeydir. Məncə qəşəkdir, rənglər falan yəni qəşəkdir. İndi bilmirəm, naturaldır yoxsa yox. Bu da belə. Sonra baxın, başqa nəsə var. Burada zakazlarımızın içərisində. Aha, bir dənə də belə. Nədir Nurka? Ha, bu da nakleykalardır elə. Bu da Nurayındır. Baxın, belə nakleykalar. Belə kəpənəkdir, sonra ulduzlardır. Yəni cürbəcür belə. Maraqlıdır məncə. Bu isə mənim növbəti Temu'dan zakaz elədim. Ondan çox-çox sonra zakaz eləmişəm. Onu sadəcə sırf özüm üçün zakaz eləmişəm. Deməli, bir dənə belə bir deməli kart zakaz elədim. 128 GB-dır. İndi bilmirəm, bundan çəkəcəm görüm yaddaşı falan necə saxlayır. Bir də ki, mənim kameram Canon G7X-dir. Onu sadəcə üzərimdə sumkaya qoyub rahat daşımam üçün belə bir şey zakaz elədim. Belə bir sumka, yəni rahatca. Bu da reminidir. Bu da reminidir. Və hər iki tərəfini də taxıb belə. Göstərim təkcə belə. Və bir də bu birisi tərəfini taxacam. Və belə kameraya qoyub, yəni kameranı belə də götürə bilərəm, adi sumka kimi və yaxud da ki, yəni boynunu da asa bilərəm. Yəni baxır necə taxırsınız. Yəni belə. Məncə qəşəkdir. Tam belə kojaya oxşuyur, amma koja deyil. Sadəcə içərisi belə qəşəng makarovnadır, yəni yumuşaq bir materialdır. Kamerada rahat görsənəcək. İndi hal-hazırda kameranı çəkirəm ki, içərisinə yəni kameranı yerləşdirməm. Amma yerləşdirəcəm, görüm, sizə də çəkəcəm, yəni necə görsənir kamera. Deməli, burada isə Nurayın ad gününə olan hədiyyələrini sizdən açırıq. Bunu xalası gətirmişdi, belə yığmışdı. Davay, aç Nurka. Ən mühümüsü burada belə bloknotdur. Belə dəftər, bloknotdur beləli. İçərisini də açıq göstərir. İndi yazır Nurkoju. Yəni beləli adi riyaziyyatdır. Baxın, arxa tərəfdə belə. Ondan sonra yaz salfetka Hello Kitty lifəsini 20 dənəli. 20 dənəli. Sonra quru salfetka. Bu da 40 dənəli. Sonra belə nakleykalardır. Kitabların arasına qoymaq üçün, səhifələri ayırmaq üçündür. 2 dənə də belə. 2 dənə də belə ruçka alıb Nuraya. Sonra bir dənə də belə krem, limonlu, layım. Bu məncə əl üçün kremdir. Sonra belə Hello Kitty-li də çox tatlıdır. Bu da Hello Kitty-li toxusudur Nurkanın. İyisi də qəşəkdir. Bu da xalasının hədiyyəsidir. Bu ad günü hədiyyələrdir. Bunu da mənim dostum hədiyyə vermişdir. Bu da Nurayın dostları hədiyyə verir. Gözəl. Nuray, açı çıxart. Baxın, belədir. Stakanlı belə şirin. Qapağı da var. Qapağı da belə silikonludur qapağı. Yəni belə qapaqdır, silikonludur belə. Cücədir elə bu. Cücəyə oxşuyur məncə. Bu isə başqa podruqasının zakaz elədiyidir. Belə sticli quş idi. Yumuşaq bir şeydir. Silikona oxşuyur. Bu şeydir. İndi labutaydı. Hədiyyə vermişdi. Mən də sekretlə çıxmışdı. Bunda sekretlə çıxıb. Biz ikinci labubanda xalası şeyin içərisində idi. Kartların içərisində zakaz idi. Bunları göstərirlər videoda. Bunun başı falan hər şeyi yəni fırlanır. Orijinaldır elə. Belə.
Ayaqlar da. Hadi. Evet.